Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin təşkilatı dəstəyi ilə Mən bir günəş, sən bir ana adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirilib, vətənimizin azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi yad olunub. Allah rəhmət eləsin. İndi isə istəyərdik ki, sizlər üçün hazırladığımız rolik sizin nəzərinizə çatdıraq. Tədbirdə Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin rəhbəri Elmira İsmailova, Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin əlilliyi olan uşaqların Valideyn Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyeva, millət vəkili Pərvin Kərimzadə, digər rəsmilər, əlil uşaqlar və onların valideynləri və yaxınları iştirak ediblər. Gəncədə yerləşən Gəncə Əlil Qadın və Uşaqlar Mərkəzi müəyyən sağlamlıq məhdudiyyətləri olan uşaqlarımızın çox gözəl bir konsertini təşkil etdilər. Biz bu konsertdə bir daha şahid olduq ki, əslində əlillik bir hökm, bir qüsur deyil. Əsas odur ki, zehnimizdə əlillik olmasın. Bugün uşaqlar öz məharətlərini istər piano çalmaqla, istər tar çalmaqla, istər mahnılar ifa eləməklə, istər şeirlər ifa etməklə öz məharətlərini göstərdilər, öz qabiliyyətlərini göstərdilər. Biz burada həm müəllimlərin, həm ailələrin, anaların, ataların nə qədər böyük zəhmət çəkməyini gördük. Və əminəm ki, belə tədbirlər daha çox olarsa, uşaqlarımız daha çox cəmiyyətə inteqrasiya olacaqlar, daha çox cəmiyyətdə özlərini tapacaqlar və bugün Gəncə şəhərində keçirilən bu tədbir çox gözəl bir nümunə oldu. İlk olaraq çıxış edən Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin rəhbəri Elmira İsmailova bildirib ki, əlilliyi olan şəxslərə dövlət tərəfindən xüsusi qayğı göstərilir və onların hüquqları dövlət qanunvericiliyi əsasında tənzimlənir. Dövlətimizin qarşıya qoyduğu məqsəd ictimai həyatın bütün sahələrində əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Bu tədbirin ərsə gəlməsində əmək keçən hər kəsə, başda Nurlana müəllimə olmaqla hamıya təşəkkürümü bildirirəm. Məqsəd bütün tədbirlərimizin odur ki, əlilliyi olan uşaqların, ümumiyyətlə əlilliyi olan qadınların, insanların cəmiyyətə inteqrasiyasıdır. Bu istiqamətdə də müxtəlif işlər görürük və aparılır elə təşkilat yaranan gündən. Və bununla bağlı artıq çox nailiyyətlərimiz var, beynəlxalq təcrübə mübadilələrimiz var, proqramlarda iştirak edirik. Eyni zamanda o təcrübələri biz çalışırıq ki, özümüzdə də tətbiq eləyək. O təcrübələrdə iştirak edədiyimiz Polşa, Moldova, Gürcüstan partnyor təşkilatlarımız var və bu istiqamətdə inkişafa doğru çalışırıq, bütün işlər, əlimizdən gələn yeni işləri görək. Uşaq Mərkəzinin əlilliyi olan uşaqların Valideyn Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyeva da bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara əsasən əlilliyi olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Ölkəmizdə əlilliyi olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması həyata keçirilir. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün dəstək olmağa çalışmaqdır. Hər zaman öz sevgimiz və qayğımızı onlara göstərək. Bugünkü tədbiri bizim təşkilat təşkil etmişdi. Niyyətimiz o idi ki, uşaqların, əlilliyi olan uşaqların və gənclərin istedadlarının üzə çıxarılmasıdır. Nə xoş bizə ki, bugünkü gündə əgər əlilliyi olan uşaqların anaların üzlərində, bu uşaqların üzlərində təbəssüm yarada bildiksə, o bizim üçün böyük qürurdur. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı elə bizim təşkilatın özünün çox güclü layihələri var. Yəni layihələr ondan ibarətdir ki, birincisi biz xarici ölkələrlə əməkdaşlıq edirik, oradakı təcrübələri gətiririk və eyni zamanda yerli təşkilatlarla da əməkdaşlıq aparırıq ki, bu uşaqlar cəmiyyətə inteqrasiya olunsunlar. İstər təhsil sahəsində, istər bizim tibbi əməkdaşlıqlarımız da olur. Bütün sahələrdə çalışırıq ki, uşaqları cəmiyyətə qazandıraq. Məlumat üçün bildirək ki, Gəncə və Qərb bölgəsində yaşayan fiziki məhdudiyyətli şəxslər bütün sahələrdə uğur qazanmaqdadır.
Hətta idman sahəsində belə onların yüksək nəticələrini görmək mümkündür. 2024-cü ildə Parisdə keçirilən Paralimpiyadada Azərbaycan 7 növ üzrə ümumilikdə 19 idmançı ilə təmsil olunmuşdu. İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya edir. Onlarda özünə inam hissi formalaşdırır. Onlar cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşır. Gələcəkdə onların məşğulluq kimi problemi də aradan qaldırılmış olur. Tədbirdə əlil uşaqların rəngarəng çıxışları, musiqi nömrələri, idman sahəsində nümunəvi çıxışları alqışlarla qarşılanıb. Sonda əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib və satış yarmarkası təşkil olunub.